Salam, hər birinizi xoş gördük. Yenədən maraqlı bir sual nümunəmizdə sizin qarşınızda mən coğrafiya müəllimi Elnur müəllim. Sualımızın şərtində bildirilir ki, sxemdə verilmiş x, y və z məntəqələri üçün hansı fikir doğru deyil? Gördüyünüz kimi burada eyni 0 dərəcəli, yəni ekvator üzərində ən böyük paralelimiz üzərində x və Y məntəqələri qeyd edilmişdir. Eyni zamanda burada başlanğıc meridian üzərində X və Z məntəqələri yerləşmişdir və buranın hər ikisi üçün X məntəqəsi ortaq koordinatımız hesab edə bilərik. Vaxt itirmədən keçək sualımızın cavablarına baxaq. X və Y məntəqələri gündüzün uzunluqları bir-birinə bərabərdir. Eyni paralel üzərində yerləşdiyi üçün, bəli, hər ikisində gündüzün uzunluqları bərabər olacaqdır. Ona görə bu sualımızın doğru cavabı hesab edilə bilməz. Y məntəqəsi yerli vaxtı il boyu X və Z məntəqələrinin yerli vaxtlarından irəlidədir. Bildiyiniz kimi şərqdə yerləşən məntəqə hər zaman qərbdəkindən vaxt olaraq öndədir və X, Y-dən də X və Z-dən də Y şərqdə yerləşdiyi üçün bu da doğru variantdır və sualımızın doğru cavabı hesab edilmir. Biz yanlış variant axtarırıq. 21 mart tarixində X və Z məntəqələrində günəş eyni vaxtda çıxar və eyni vaxtda batar. Bəli, 21 mart tarixində X və Z məntəqələri eyni meridian üzərində yerləşdiyi üçün eyni vaxtda günəş çıxar və eyni vaxtda batması müşahidə olunar. Buna görə bu da sualımızın doğru cavabı deyildir. Z məntəqəsi X və Y məntəqələrinə nisbətən yerin xəyali oxu ətrafında fırlanma sürəti daha azdır. Bəli, bildiyiniz kimi qütblərə, ekvatordan qütblərə doğru getdikcə yerin xəyali oxu ətrafında fırlanma sürəti azalır və Z də onlardan X və Y-dən cənubda yerləşdiyi üçün, ekvatordan uzaqda yerləşdiyi üçün onun da xəyali oxu ətrafında fırlanma sürəti azalar. Növbəti Y variantı sualımızın doğru variantıdır. Qütb ulduzu Z məntəqəsində X və Y məntəqələrinə nisbətən daha böyük bucaq altında görsənilər. Bəli, bu doğrudur. Çünki yadınızda saxlayın, Cənub yarımkürəsində qütb ulduzu tamamilə görsənmir. Y və Z-də isə 0 dərəcə bucaq altında görsənər. İstənilən halda bu sualımızın doğru cavabı hesab edilir. Sualımızın doğru cavabı Y variantı.